Salam kanalımızın değerli izleyicileri. Power BI kursumuzun bu dersinde Power Query Editor'da Merge Queries ne olduğunu göreceğiz. Power BI desktopumuzu açırıq ve buradan birinci Excel'imizi seçirik. Transform Data. Bunun qabağından gəlin bunu edək. Table 1. Digərini də yükləyək. Bu da olsun Table 2. Deməli Table 1'imiz baxın. Bu cədvəlimizdir. Table 2'miz isə bu cədvəlimizdir. Burada hər ikisində diqqət etdinizsə, segment sütunu ortaqdır. Mən bunları segment sütununa görə birləşdirəcəm, yəni merge edəcəm. Merge siz, əgər kimlər baxıbsa, YouTube kanalımızda, Oracle SQL kursumuzda izah etmişik. Yenə izah edeyim, baxın. Merge'in üzərində, burada merge düyməsinin üzərində sağ tərəfindəki aşağı ox düyməsinə klikləyirik. Merge Queries. Bunu vursam, merge edəcək, yəni birləşdirəcək, ancaq bunun üzərində tətbiq edəcək. Nəyi seçmişkənsə, hansı query'ni seçmişkənsə, yəni onun üzərinə də merge edib tətbiq edəcək. Ancaq burada merge Queries new vursaq, gəlin birinci mən new'nu göstərim. Daha sonra merge queries daha aydın olacaq. Yazıram merge queries as new. Onu klikləyirəm. Buradan seçilidir table 1. Aşağıdan seçirəm table 2. Hansı sütuna görə seçilir? Segment və aşağıdan da segment. Buradan join eləməyin, yəni onları merge eləməyin bir neçə belə deyək üsulu var. Left outer etsək, birinci cədvəlin hamısını götürür və ikincidən də birinci ilə kəsişən hissəni. Right seçsək, bu səfər də tərsinə sağdakı cədvəlin hamısını götürür və soldakı cədvəllə kəsişən hissəni. Full outer etsək, soldakı cədvəni və sağdakı cədvəni hamısını götürür və kəsişən hissəni də bir dəfə götürür. Inner etsək, sadəcə kəsişən hissəni götürür. Left anti etsək, soldakı cədvəlin hamısını yox, soldakı cədvəlin sağdakı ilə kəsişməyən hissələrini götürür. Və eyni qaydada da right anti edəndə nə eləyir? Sağdakı cədvəlin soldakı ilə kəsişməyən hissəsini götürür. Gəlin burada baxaq. Bir ən yaxşısı praktika edib baxaq. Left out, mən bunun hamısını bu arada merge as new'nun üzərində göstərəcəm. Baxın, bunun hamısını onun üzərində izah edəcəm. Daha sonra bir-iki nümunədə təkcə merge'in üzərində göstərəcəm, aydın olacaq. Gəlin birinci left outer seçək. Ok vururuq. Baxın, yeni bir merge yaratdı. Və birincidə deməli nə idi? Segment bu qədər 10 dənə idi səhv eləmirəmsə sütun və burada da 7 dənə olmalıdır sütun. Şimdi burada baxın, birincini gətirdi və baxın bu table 2 olan hissə ki var, birləşdirib gətirib. Buradan deməli, baxın ən başdan buradan, bura qədər olan hissə, bura qədər olan hissə birincidir. Və sonra birləşdirdiyi hissə. Bunun baxın burasındakı oxa, sağdakı oxa mouse'un sol düyməsində klikləyirəm
Və buradan segmenti götürürəm. Çünki segment onsuz da bir dəfə var. Baxın. Soldakı cədvəlimdə onsuz da var. Buradan segmentin üzərindəki quşu götürürəm. Yəni çeki götürürəm. Burada use original column name as prefix. Bunu seçməsək, sadəcə sütunun adı gələcək. Seçəndə isə, baxın belə olur. Table 2 nöqtə sütun adı, Table 2 baxın bu qaydada. İndi gəlin bunu mən buradan sileyim. Bir dənə də mövcud edeyim. Buradan seçirəm Table 2-ni və hər ikisində də nə segmenti neft olsun. Gələk bura segmenti götürək və bunu da götürək. Baxın onu götürəndə sadəcə sütun adları gəldi. Bax, Table 2 nöqtə sütun adı, Table 2 nöqtə sütun adı belə gəlirdi. Bu səfər isə sadəcə sütunların adı gəldi. Baxın, birləşdirdi. Birinci cədvəlimizin hamısını və ikincinin isə birinci ilə kəskin hissələrini. Bu qaydada baxın gətirdim. Ümumi görək neçə sütundur? 2, 4, 6, 8, 10, 12, 14, 16. 16 sütundur və burada da görürsə 16 konumuz 999-dan çox sətirdir. Yəni 1000-dən çox sətir var və 16 dənə sütundur. Baxın. Burada da verir. Birləşdirdi, gətirdi bu qaydada. İndi mən gəlirəm bura. Yenə edirəm merge query as new. Table 2-ni seçirəm. Hər ikisində segmenti seçirəm ki, bu sütuna görə olsun. Right-ı seçirəm. Right dedik ki, nə idi? Sağdakı cədvəlin hamısını götürür və soldakı ilə kəskin hissəni də götürür, birləşdirib gətirir. Baxın, burada gətirdi. Buranı segmenti götürürəm. Ok. Bu qaydada. Bu da 16 dənə sütun. Bu da bizim right joinimiz. Nedir? Neft. Right. Daha sonra gələk bura. Merge query as new. Seçirəm ikinci cədvəlimi. Hər ikisindən segmenti seçirəm. Full outer join. Full outer join dedik nə idi? Birinci cədvəlin də hamısını götürür, ikincinin də hamısını götürür və bir də ortaq kəskin hissələri sadəcə bir dəfə götürür. Gəldik bura. Segmenti götürdük. Ok. Bu da oldu bizim nəyimiz? Full outer joinimiz. Yazıram full. Gələk növbətiyə. Segmenti seçirəm hər ikisində. Inner. Inner nə idi? Dedik ki, hər ikisində ortaq olan hissə. Seçirəm. Segmenti götürürəm. Və bu da mənim hər ikisində ortaq olan sətirlərim. Buna da yazaq. Inner. Gəlirəm bura.
seçirəm. Hər ikisində segment. Neft anti. Rows only in first. Yəni neft anti nədir? Sadəcə solda olan hissə. Soldakında olub, sağda olmayan. Baxın, sadəcə soldakı cədvəlimizdə olub, sağda olmayan sətirlər. Segmenti götürək. Baxın, deməli, belə yoxdur. Yazaq buna neft anti. Digərinə baxaq. Seçirik. Hər ikisindən segment sütunlu. Right anti. Rows only in second. Right-da nədir? Sadəcə sağ cədvəldə olub, solda olmayan sətirlər. Bunu da gələk. Buradan segment götürürük. Və bu da görürsünüz boşdur. Yazırıq. Anti. Digərinə uyğun olsun. Right anti. Deməli, belə də sətirlər yoxdur. İndi baxın, hər birini merge queries əzmi üzərində gördünüz, hər birini yeni soyğu üzərində gətirib baxdıq və izah etdik. İndi tutaq ki, buradan TV1 seçinidir. Mən o seçinirkən gəlirəm merge queries eləyirəm. Buradan seçirəm ortaq sətirlərimi. Misal üçün olsun, tutalım ki də fərqi yoxdur onsuz da hansını seçsək, fun olsun. Ok vururam. Buradan select'i götürürəm. Segmenti götürürəm. Baxın. Table 1'in üzərinə bunların full join'in tətbiq etdi. Table 1 artıq özü oldu nə? Table 1 ilə Table 2'nin full outer join'i birləşməsi. Və bunlar niyə həmin an error verdi? Baxın, əvvəlində error işarəsi, səhv aşpıqa işarəsi var. Nəyə görədir? Ona görə ki, biz Table 1 ilə Table 2'ni join eləmişdik də, left, right, full, inner, left anti, right anti, düzdür. Table 1 artıq özü dəyişdi. Bunlar Table 1 ilə Table 2'nin joinləri idi. Artıq Table 1'in içi dəyişdi axı. İçərisi dəyişdi. Ona görə error çıxdı. Deməli, birdir, merge queries'də merge queries əzmiyor, yeni sorğu olaraq, query olaraq yaradır ki, bu məncə daha rahatdır. İndi baxır nə zaman hansı istifadə olunmalıdır, əlbəttə ki. Ancaq yəni izah etmək üçün daha rahat olan merge queries əzmiyudur. Çünki yeni birini yaradır, orijinala deyil. Ancaq merge queries isə seçdiyimiz query'nin öz üzərində tətbiq edir. Merge queries haqqında bu qədər. İnanıram ki, hər şey aydındır. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə yaza bilərsiniz. Mən hər dərs olduğu kimi bu dərsdə istifadə etdiyim Excel fayllarını videonun altına yükləyəcəm. İstəyən hər kəs oradan yükləyib faydalana bilər. Və əgər videoların faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və həmçinin kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.